Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir, hər birinizə imtahanda uğurlar arzu edirəm. Bugün sizinlə funksiyadan bəzi sual nümunələrinə baxacağıq. İlk öncə 7-ci sual nümunəmizə nəzər yetirək. Funksiya nədir? Ümumiyyətcə funksiya müəyyən təkrarlamaları aradan qaldırmaq üçün istifadə olunur. Yəni, məsələn, 2 dənə, 3 dənə dövr yaranırsa artıq bir proqramda həmin 2-3 dövrü, həmin 2-3 təkrarlanmanı aradan qaldırmaq üçün istifadə olunur. İlk öncə 7-ci tapşırığa baxaq. 2 ədəd alt proqram var. Alt proqram və funksiya ikisi də eyni mənanı kəsb edir. Gəlin baxaq. Mən baxıram ki, C bərabərdir D2, 3. Bizdən D2, 3-ü axtarmamızı tələb edir və mən baxıram ki, buranın, yəni bunun bu ilə əlaqəsi var. O zaman gəlib D2, 3-ü yazmış oluram. Çox gözəl. Deməli, baxın, D2-3-ü yazdıqdan sonra x-in dəyəri 2, y-in dəyəri 3 olmuş olur. İndi gəlirəm, x bərabərdir f2. Aha, f2-ni fikir verin. Baxın, nə baş verir burada? Y də bərabərdir f3 olmuş olur. İndi məsələ nədir? Bizim artıq 2 məhçulumuz var. 2 məhçulu gəlib burada tapacağam. İlk öncə x-in dəyərini axtaracağam. Yəni f2-ni axtarmış olacağam. F2-ni axtardığım zaman diqqətli olmalıyam. F2, baxın, x bərabərdir 2 vurulsun 3-dür. 2-ni 3-ə vururam 6. Daha sonra y bərabərdir 6 vurulsun 3-dür. Yəni 18. Və fikir verin, return bura 18 plus 6-nı qaytarır, yəni 24. Deməli, bizdə bu 24 dəyərinə sahib imiş. İndi isə gəl, y bərabərdir f3-ü məchul olaraq axtarmalıyam. Gəlirəm, y bərabərdir f3-üm axtarışa verirəm. Görək, biz nə tapacağıq buradan? f3. Deməli, f3-ü tapsam, x bərabərdir 3 vurulsun 3. 9 etmiş olacaq. Y də bərabərdir 9 vurulsun 3. 27 etmiş olacaq. Əla. 27-ni də tapdım mı? Bəli. Gəlirəm indi 27 ilə 9-un cəmini bu funksiyaya qaytarmalıyam. 27 plus 9 deməli nə qədər eləyəcək? 36 etmiş olacaq. İndi mən bunda 36 tapmış oldum. Artıq x-in dəyəri 24, y-in dəyəri isə 36 imiş. Bizim funksiyamıza qiymət qaytarılmalıdır. Funksiyamıza qaytarılacaq qiymət nədir? 24 plus 36, yəni 60 dəyəri olmuş olacaq. Bu bizim 7-ci sualımızın izahıdır. İndi isə gəl 12-ci sualımıza nəzər yetirək. 12-ci sualımızda yenə eyni qaydada biz alt proqrama nəzər yetirəcəyik. Gəlib ədədləri bura yerinə qoyub hesablayacağıq. H yazıram bunu təkcə. 5, 12-ni axtarırıq. 5, 12-ni. Gəlirik. H 5, 12 yerinə qoyub davam edirik. Deməli, S bərabərdir 5 plus 12. Bu nə eləyəcək? 17 etmiş olacaq. İndi gəlirəm, şərtimi yoxluyuram. Ümumiyyətcə, else if-dən asılıdır. If ödənməzsə else-a düşəcəm. Bu isə heç nədən asılı deyil. Bu şərtlər, yəni bu şərt ödənsə də, ödənməsə də bura baxdıqdan sonra bu mütləq şəkildə hesablanmalıdır. A-nın dəyəri nədir? 5. 5 böyükdürmü 12-dən? Yox. Yox dediyim üçün bunun üzərinə xətt çəkirəm və düşürəm else qoluna. S bərabərdir S minus B. 17-nin ümumiyyətcə S-in ilkin qiyməti idi. B-nin ilkin qiyməti nədir? 12. 17-dən də 12-ni çıxıram, edir 5. Amma mənim burada bir sərbəst dəyərim var. Daha sonra 5-in üzərinə 10 gəlirəm, edir 15. Return funksiyamıza, yəni 5, 12 funksiyasına 15 dəyərini qaytarmış olur. Düzgün cavab D variantı. İndi isə gəlin 13-cü sualı nəzər yetirək. Bu sualı seçməkdə məqsədim var. Məqsədim nədir? İlk öncə sizə belə bir cümlə vurulamaq istəyirəm. Normalda biz adi bildiyimiz şərt operatorlarında 6 halda 5 dənə if olurdusa və yaxud da ki 50 dənə if olurdusa, 50 ifin 50-sinə də baxmalıyıq. Amma def-də fərqlidir. Əgər defin içində bir 70 dənə, 80 dənə if varsa, onun təkcə bir dənəsinə baxırsan. Təkcə bir dənəsinə baxırsınız, bilirsiniz nə deməkdir? Hansı ödənsə götürürsün, oturub o birlərə baxmırsan, yoldaşlar. Bu şeylərə diqqət edin. İndi biz F6 məchulumuzda F6-nı tapmaq lazımdır. F6 bərabərdir. 6 mod 2 bərabərdir. Bax, gəlirəm burada. 6 mod 2 bərabərdir mi? 0. Bəli, ona görə də buranın üstündən xətt çəkirəm. Return 2-ni funksiyaya qaytarmış olur və düzgün cavab D variantı.
Gəlin keçək 14-cü sualı nəzərdən keçirək. Deməli, D bərabər, üzrəm K bərabər D 1, 2. İlk öncə bura 1, bura 2 olmuş olacaq. Yazıram D 1, 2 bizim artıq məchulumuzdur. Burada diqqətli baxaq. X bərabərdir F 1, 2. İndi bizim məchulumuz nədir? F 1, 2. Gəlib burada F 1, 2-ni tapıram. Diqqətli şəkildə analiz edirəm. Hər bir dəyərə diqqətli şəkildə analiz edirəm. İndi burada bəzi məqamlarda sizə vurğulayacağım. Buranı bir dənə 1, 2 eləyək. Aha. İndi f1,2-dirsə, x-in dəyəri 1-dir, y-in dəyəri 2. 1-in üstə 2 gəlirəm, 3. Y-in dəyəri nədir? 2. 2-in üstünə 2 gəlirəm, edir 4. İndi x-lə 3 ilə 4 toplasam 7. Deməli, funksiyamıza qiymət 7 olaraq qaytarılacaq. Deməli, x-in burada dəyəri 7-ymiş. Artıq biz nə edəcəyik? X-in dəyəri 1-ə baxmırıq. 7, 2-yə baxırıq. İndi nə edirik? F y-in dəyəri 2, diqqətli olun yoldaşlar, y-in dəyəri 2, x-in dəyəri isə 7-dir. Və yoldaşlar, siz gəlib burada f2 7 qoyanda, bu 2-ni, burada y dedik, gətirib y-in yerinə qoymayasınız. Yazıldığı ardıcıllıqla davam edir və bu ilə bunun asılacağı yoxdur. X bərabərdir 2 plus 2, 4, y bərabərdir 7 plus 2, 9. Deməli, bu cəmi qaytarmalıdır bura. 9 ilə 4-ün cəmi də 13. Bura 13 dəyərini qaytardı. Artıq bizim f(y)(x), yəni f2y7 məchulumuzun cavabı da 13 olmuş oldu. X plus y cəmini bu funksiyaya D1-2 qaytarmalıdır. 17 ilə 13 ilə 7-nin cəmi isə 20 olaraq bura qayıtmış olur. Düzgün cavab Y variantı olmuş olacaqdır. Davam edək. 16-cı suala nəzər yetirək. Aha, indi nə demək istəyirəm? Baxın uşaqlar, bura proqramın köməkçi hissəsidir. Bura isə proqramın əsas hissəsidir, gənclər. Siz köməkçi hissənin nə iş gördüyünü tapmalısınız ki, proqramınızı daha tez həll edəsiniz. Ümumiyyətlə, orada alt proqramlar görəndə proqramı oxuya bilməniz vacibdir ki, proqramın nə iş gördüyünü biləsiniz və daha tez tapasınız. Burada çox elementdən ibarət siyahı verə bilər. Siz proqramı oxuma qabiliyyətinə sahibsinizsə, bir dəqiqə içində sualı cavablandırıb növbəti suala keçə bilərsiniz. Mənim köməkçi hissəmin nə işə baxdığını görmək istəyirəm. Deyir ki, bax, buradan funksiyadan bir qiymət, buradan siyahıdan bir qiymət götürür, gəlib funksiyada yoxluyur. Deyir, return true-dursa, s bərabərdir s plus i. Əks halında hasil. Deməli, sənin ədədlərimin 2-yə bölünməsindən qalıq 1 alınırsa, true dəyərini qaytar. Əks halda false olacaq. Hə. Deməli, əgər ədəd cütdürsə, əgər ədəd təkdirsə, onları cəmləyir. Bax, yazıram, təkləri cəmləyir. Cütləri hasil edir. İndi baxıram, bir dənəsindən yoxluyuram. Birinci A götürdü. F1 bərabərdirmi true? F1'i gəlirəm, burada yoxluyuram. 1 mod 2 bərabərdirmi 1-ə? Bəli, avtomatik olaraq F1 true oldu. True bərabərdirmi true-ya? Bəli. S bərabərdir S plus i. Deməli, 1 olmuş oldu. Deməli, biz nə edəcəyik? Təkləri cəmləyəcəyik, cütləri hasil edəcəyik. Bizdə nədir? 1, 3, 5, 7, 9-dur təklər. Deməli, bunların hər birini cəmləsəm, bura eləyəcək 16, burada eləyəcək 9. Buranın da cəmi 25 eləyəcək. Deməli, bizdə birinci S gəlir deyə mütləq şəkildə 25 olmalıdır. Gedər. 2 dənə cavabım qaldı. Hasil böyük bir rəqəmdir. Heç vaxt 20 ola bilməz. Gəlin baxaq. 2, 4, 6, 8. Cütlərdə bulardır da, düzdürmü? 2, 8, 8, 64, 64-ün də 6-ya hasili 128, 384 etmiş olur. Deməli, burada düzgün cavab A variantı olmuş olur. Ümumiyyətlə, yoldaşlar, suallarla bağlı problem yaşasanız, mütləq şəkildə mənə WhatsApp-da yaza bilərsiniz və yaxud da ki, hər hansı bir Telegramda, Instagramda və s. Hər zaman yaza bilərsiniz. Az proqram 2 hissədən ibarətdir. Birinci hissə, ikinci hissə. Amma mənim əsas hissəmdən mən görəcəm ki, hansı hissədən istifadə edirəm. Mən baxıram ki, bura 8-lik isə, bura 8-lik say sisteminə keçirilməlidir. Bura isə 7-lik say sisteminə keçirilməlidir. İndi gəlirəm proqramın əsas hissəsinə görüm. Proqramın əsas hissəsindən mən nəyi məhsul olaraq axtaram? P ilə işləyirəm. Deməli, mən ədədləri 7-lik say sisteminə çevirəcəm. Siyahının hər bir elementini 7-lik say sisteminə çevirərək
Sətr tipini yapışdıracağam bir-birinə. Yapışacaq da sətr tipini toplayacağam. İlk öncə, niyə görə bunu istifadə etmədim? Çünki buradan görürəm də, bura P-dir, axı bura F-dir, ona görə mən bura baxmıram. İndi davam edirəm. İlk öncə, bax bu 0-cı element, bu 1-ci element, bu da 2-ci elementdir. PA0 axtarıram. PA0 nədir? PA0 buradan yazıram. PA0 bizdə nəyə bərabərdir? 25-ə. İndi P25-i axtarıram. P25 axtarıram. Deyirəm ki, diqqətlə analiz edəm. 25 böyükdürmü 0-dan? Bəli, 25 S bərabərdir. 25 mod 7. 25-i 7-yə bölsəm 3 dəfə 21, 4 qalıq qalır. 4-ü yazıram bura və STR olduğu üçün dırnaqda 4 olmuş olacaq, plus dırnaq. Bu da bərabərdir dırnaqda 4. X də bərabərdir 3 olmuş olacaq. Daha sonra 3 böyükdürmü 0-dan? Bəli. S bərabərdir 3 mod 7 nə eləyir? Ümumiyyətcə, yadda saxlayın gənclər. Nəyə yadda saxlayın? Əgər A mod B olarsa, bu zaman A kiçikdirsə B-dən, nəticə həmişə A olur. Bir də A böl B halında, əgər A B-dən kiçikdirsə, o zaman nəticə 0 olur. Bunları yadda saxlayın. İndi 3 mod 7. 3 mod 7 nədir? 3 7-dən kiçikdir deyə qalıq elə 3-ün özü olmuş olur. Deməli, STR olduğu üçün yazıram 3. Mənim də S-imin son dəyəri 4 idi. Yazıram dırnaqda 4. Aldım 34 dırnaqda və davam edirəm. X bərabərdir 3 bölü 7, X də olur 0. Gəlib yoxlayıram. 0 böyükdür 0-dan yox. Deməli, bunun dəyəri nəymiş? Dırnaqda 34 imiş. Birinci hədd 34 olan yalnız C variantıdır. Hər bir ədədi 7-lik sayı sisteminə görsəz, görəcəksiniz ki, çevirsəz, görəcəksiniz ki, 51 və 23 alınmış oldu. Daha sonra keçirəm 21-ci suala. Təyinat məsələsidir gənclər. İndi biz nəyə baxmaq istəyirik? Mən ilk öncə baxıram ki, burada əsaslı, bu da proqramın köməkçi hissəsidir. Bütün 2 rəqəmli ədədləri çap eləyir. Xeyr, bu bütün 2 rəqəmli ədədləri çap eləmir. Bütün 2 rəqəmli ədədləri çap eləsəydi, burada bu proseslər getməz. Sonra, tərsinə çap edir. Tərsinə çap eləsəydi, uşaqlar, indi birazdan görəcəyik onsuz da, təşrik rəqəmlərini çap eləyirdi olmaz. Çünki təşrik rəqəmini çap eləsəydi, məsələn yazıram 97, təşrik 10-luq. Məsəl üçün, bu təşrik mərtəbəsi, bu 10-luq mərtəbəsidir də. Burada elə bir şey yoxdur, axı, nəsə cəm var, funksiyaya cəm qayıdır. Heç orada təşrik mərtəbəsi qaytarılır mı? Yox. İndi davam edirəm. Baxın, bura nədir? For in range 10-dan 100-ə qədər. Mən burada bilirəm ki, ən son hədd 99-dur. 99 daxil, 100 daxil deyil. Proqramlaşdırmada son götürülmürdü. Bu açar məqamı yadda saxlayın. Proqramlaşdırmada son götürülmür. Hər nəysə, davam edirik uşaqlar. Deməli, tutaq ki, mən buradan gəlib bir 17 ədədini götürürəm. Bu 10-da başlayır. 17-ni götürürəm. 17 bizim məhsulumuzdur. Gəlirəm, F17-ni axtarıram. Deməli, burada M bərabər olacaq nə? 17-ni 10-a böləndə bizdə 1 eləyir. 17-ni 10-a mod eləyəndə nə eləyir? 7. Deməli, T vergül M bərabərdir M vergül T-dir. Bir dənəyə təkrar yazım. T-yə M-i mənimsədir. T-yə M-i mənimsədir. Yəni, artıq T-nin dəyəri 1. M-ə də T-ni mənimsətdir. Yəni, 7 oldu. Deməli, nə olmuş olacaq? Sonra STR M. M-in dəyəri 7-dir. Dırnaqda 7 plus dırnaqda 1. Nə oldu? 71-i bura qaytarmış oldu. Və 71 çap olunacaq. Fikir verin. Hanı tərsinə? Bütün 2 rəqəmli ədədləri tərsinə. Mən 17 daxil eləmişdim. 71 olaraq mənə geri qayıtdı. Yəni 71 çapa gedəcəkdir. Deməli, bütün 2 rəqəmli ədədləri tərsinə çap edir. Bu belə. Keçək 23-cü suala. Yenə def sualdır. Burada iç-içə var. İlk öncə F2-1 axtarırıq. F2-1 axtarmaq üçün burada gəlirəm. İşimi görürəm. F2-1. X bərabərdir X plus 2. Yəni 2 plus 2. Edəcək 4. Y bərabərdir Y plus 3. Yəni 1 plus 3. Yenə edəcək 4. X plus Y. Bura qiymət qaytarırsa, bunların cəmini qaytarır. Yəni 4 plus 4 8-i qaytarmış olacaq. Deməli, bu artıq D2, bu funksiyanın dəyəri 8 olmuşdur. D2 8. İndi isə mənim üçün D2 8 məchuldur. Gəlib burada D2 8-i yerinə qoyub davam edirəm. X bərabərdir X plus 2. 2-nin üstü 2 gələm eləyir 4. Y bərabərdir
Y-in dəyəri 8-dir, plus F2, üzr istəyirəm, 4, 8. Artıq mənim 4, 8-in məhsuldur. İndi F4, 8-i burada yerinə qoyub yazıram. Deməli, x bərabərdir. 4-ün üstə 2 gəlsəm 6, y bərabərdir. 8 üstə 3 gəlsəm 11 eləmiş olacaq. Və funksiya bura, bu return, bunların ikisinin cəmini göndərəcək. Bu da eləyəcək 17. Deməli, bura nə olmuş olacaq? 17 olmuş olacaq. F4, 8, 17-dir. 8 ilə 17-nin cəmi 25 etmiş olur. Və bizdə bunların ikisinin cəmi funksiyaya qaytarılmalıdır. 25 ilə 4-ün cəmi 29 olmuş olacaqdır. Bu belə. Keçək bu suala. Hətta istəsəniz, artıq bir neçə dənə bundan izah eləmişəm. Videonu saxlayıb, özünüz həll edib, daha sonra videonu təkrar, belə deyək də, işə salıb, öz həll etmə yolunuza və cavabınıza nəzər yetirə bilərsiniz ki, səhvdirmi, doğrudurmu? Daha sonra, B bərabərdir A çıx 4. 8-dən 4 çıxıram, 4 olur. O zaman M8, 4-ü axtarmış oluram. Gəlirəm, M8 4-dürsə, mənim məchulum burada olmuş olacaq. M8,4. İlk öncə burada icra edirəm. Bu dəyişənlər, burada yerlərin fərqli olması sizi çaşdırmasın. Eyni şeydir. Bu x-dir, bu y-dir. Fərqi yoxdur. Burada isə yeri, burada heç bir fərqi yoxdur da, öz yerlərində dayanacaqlar. Deməli, y 4-dür. 4-ün üstə 2 gəlirəm, 6 edir. Gəlim, F4 6-mı tapıram. F4 6-mı taparkən, 4-ün yerinə, x-in yerinə 4 yazıram. Olacaq 6. Y-in yerinə 6 yazıram, eləyəcək 11. Bu cəm qaytarır funksiyaya qiyməti, yəni 17-ni qaytarmış olacaq. F4 6 17-dir, yəni artıq x-in yeni dəyəri 17-ymiş. İndi isə F17, F19-u axtarıram. Gəlirəm, F17, 19 mənim məchulumdur, 17, 19. Deməli, x bərabərdir 19 olur, y də bərabərdir 24 olur. Bunların ikisinin cəmi 3, 43 olaraq funksiyaya geri qayıdır. İndi, burada gəlirik 43-ü veririk və bu funksiyaya bunların ikisinin cəmi 17 plus 43 qayıtmış olacaq. 0, 60. Deməli, düzgün cavab C variantı olmuş olacaq. İndi isə gəlin 29-cu suala nəzər yetirək. Az öncə bu tipdə sualdan izah etmişdim. Demişdim ki, bir şərt ödənirsə, o birisinin heç birinə baxmırıq. İlk öncə B-nin dəyərinə baxaq. B-nin dəyəri 4-dür, A-nın dəyəri daha doğrusu C-yə 2 vurulsun 4 mənimsədilib, yəni 8 mənimsədilib. Artıq biz burada F, deməli A-nın dəyəri 2-dir, B-nin dəyəri 4-dür, C-nin dəyəri isə 8-dir. F2, 4, 8 axtarırıq. Gəlirik 2, yəni burada F, 2, 4, 8-i axtarmağa başlayırıq. Məchulumuz 2, 4, 8-dir. Deməli, deyirəm, x böyükdürmü y-dən? Xeyr, yəni 2 böyükdürmü 4-dən? X 2-dir, y 4. 2 böyükdürmü 4-dən? Xeyr. 4 kiçikdirmi 8-dən? Bəli. Orada bir tərəf true olanda bizə true verirdi. Ənddə hər iki tərəf true olmalıdır. İndi gəlin baxaq bura. X böyükdürmü z-dən? Xeyr. X kiçikdirmi y-dən? Bəli. Burada true oldu. True and true. True and true'dursa, burada true, burada true'dursa, bunun üzərindən xətt çəkirəm, heç nəyə baxmıram. Ancaq bu ifin içərisinə baxacağım. X bərabərdir, x vurulsun 2. X-in ilkin dəyəri 2-dir. 2-ni 2-yə vuranda 4 eləyir. Üstünə y gəlirəm, yəni 8 olmuş olacaq. Artıq bizim x-imizin dəyəri 8-dir. 2-ni biz görmürük. İndi isə gəlirik 8-lə işləyirəm. 8 plus y-imin dəyəri nədir? Uşaqlar 4-dür. Minus 8. Doğru mu? Z. 8 ilə 4-ün 12, o da 4 eləmiş oldu. Artıq bizim y-imizin dəyəri nədir? 4. Mən bunu da görmürəm. Davam edirəm. X-in dəyəri nə idi? 8. Plus 2 vurulsun 4. Yəni 8, 8. Bir saniyə. Mən nə? Hə, 2 vurulsun 4. Yəni 8. Nə etmiş oldu? 16. İndi isə gəlirəm. X da bərabərdir. Üzrdən Z də bərabərdir. 16 almış oldum. Deməli, mənim artıq yeni dəyərlərim bunlarda. Return bu funksiyaya x plus y minus z-i qaytarmaq istəyir. Yəni 8 plus 4 minus 16-nı. Buradan da nəticə olaraq -4 ekrana çıxmış olacaqdır. İndi isə keçək. Burada bir başqa məsələ var. Həmin məsələlərə də baxaq və bununla da videomuzu, funksiyamızla bağlı nümunələrimizi yekunlaşdıraq. Aha, bu proqramı həll edərkən ilk öncə bu alt proqramın nə işə baxdığını tapmaq lazımdır yoldaşlar. Yəni alt proqram haraydı? Bura alt proqram hissəmiz idi. İlk öncə məsələn 23 alıram. Buradan gəl for i in A
bura müraciət eləsəm, 23 alacaq ilk öncə. Tək-tək bu ədədləri götürəcək. Siyahıya birbaşa müraciətdir for i-də. 23-ü 10-a bölsəm, f, 23-ü 10-a tam böləndə 2, 23-ü 10-a qalıqlı böləndə isə 3 olur. İndi biz f2 üçünü burada gəlib tapaq. F2 üçü axtarırıq. İndi baxın, for in range-də end-də 1-dən n-ə qədər, yəni 1-dən 3-ə qədərdirsə, bu nə olacaq? 1 və 2 olmuş olacaq, düzdürmü? S-i x-a 2 dəfə vuracaq bu. Deməli, neyini? X kvadratını hesablayır. Məsələn, baxın, x-i 2 idi, bu da 3-dür. Yəni, 2-nin kvadratını hesabladı. 2 dəfə hesabladı. Yəni, niyə görə x-in kvadratını hesabladı? Onu da deyim. i 1 olanda, gəlin onu açıq şəkildə yazım. i bərabərdir 1-dirsə əgər, s bərabərdir s vurulsun 2. Yəni, s-in də ilkin dəyəri 1-dir. 1 vurulsun 2. 1 vurulsun 2. Nə olmuş oldu? 2. i-nin 2 dəyərində isə s bərabərdir. Artıq s-in dəyəri 2-dir. 2-ni də vururam nəyə? X-a 2 vermişəm də. 2-ni də vururam 2-yə, elədir 4. Deməli, nə baş verdi? X üstündə n-1-i hesabladı. X üstündə n-1-i hesabladı. Deməli, bu funksiyanın işi nədir? X üstündə n-1-i hesablamaq. Digər ədədlərdə yoxlasaq görəcəksiniz. Deməli, hansı ədədlərin n-1-ci dərəcədən qüvvəti 50-dən böyüksə, onları çap edir. 2-nin belə deyək də, 2 üstündə 2 50-dən böyük deyil. 4 üstündə 4. 4 üstündə 4 64-dür. Düzdürmü yoldaşlar? 4 üstündə 4 64-dür və 50-dən böyükdür. Ona görə də mənim 45 dəyərim mənim üçün lazımdır. 4 üstündə 2. 4 üstündə 2 16-dır, mənim işimə yaramır. 6 üstündə 6. Təbii ki, böyük bir ədəddir, 50-dən böyükdür. 6 üstündə 4. Yenə böyük bir ədəddir, 50-dən böyükdür. 4-ün kvadratı bizə yaramır. 4 üstündə 4 64-dür, bizim işimizə yarayır. Deməli, 45, 67, 65, 45 mənim funksiyamızın nəticələri olmuş olacaqdır. Bu belə. Sualınız olarsa mütləq şəkildə yazıb cavablandırarsınız. Gəlin bu suala baxaq. Bu sualdan sonra bu sualı da izah eləmək istəyirəm. Bu qəbul sualına oxşuyur. Belə bir qəbul sualda düşmüşdü abituriyent imtahanında. Gəlin bura baxaq. Əsas proqram hissəsində sətrə birbaşa müraciət var. K nə demək istəyir? Yəni, K birinci gələcək A-nı alacaq, yəni dırnaqda A. Sonra gəlib L-nı alacaq, sonra gəlib, nə bilim, A-nı alacaq. Yəni, bu şəkildə sıra ilə bir-bir alır. İndi, gəlirəm, oturub sona qədər ehtiyac yoxdur bu məsələni həll eləmək, tez cavabını tapmaq olur. Deməli, K-nın ilkin dəyəri nədir? Uşaqlar, X-dır da, düzdürmü? Gəlirəm, daha doğrusu üstdən A-dır. İlk öncə F-A-nı axtarıram. F-A. A bərabərdirmi A-ya? Bəli, o zaman sırazu birinci x bərabərdir B olmuş olacaq. Yəni, F-A B-yə bərabər olmuş olacaq. Təbii ki, dırnaqda B-yə. Burada gəlib biz nə yazacağıq? S plus B. Yəni, S-in ilkin dəyər dırnaqda deyə belə olacaq. İlkin başlanğıc dəyər B olmalıdır deyə bunlar gedir. Çünki B ilə başlamalıdır sətr. Daha sonra F-L axtarıram. F-L-i axtararkən L bərabərdirmi A-ya? Yox. L bərabərdirmi B-yə? Yox. Return x qaytar. Yəni, L-in özünü qaytarırsan. Dırnaqda L özünü qaytar deyir. Mənim burada gəlirəm. B-nin üstünə L gəlsəm, B L edəcək. Ona görə də bu da düzgün cavab olmayacaq. Mənim artıq 2 variantım qalıb. Bunların da onsuz da ilk 3 rəqəmində, ilk 3 simvolunda fərqlilik var. Üçüncü simvol birində A-dır, birində B. Artıq sırazu tapa bilirəm ki, bizdə cavab Y variantıdır. Necə tapıram? Gəlib üçüncü dəyər F-A-nı alıram. F-A bərabərdirmi? Yəni, F-A-da A bərabərdirmi A-ya? Bəli. Sırazu B-ni, üzr istəyirəm, Y yox, sorry. Sırazu B-ni qaytarmış olacaq funksiyaya. Əgər A A-ya bərabər olarsa, B-ni qaytarır. O zaman bu dırnaqda B olacaq. Bunun üstünə dırnaqda B gələndə bizdə BLB sətri alınmış olacaqdır. İndi isə gəlin bu suala nəzər yetirək. Bu sual da maraqlı məsələdir. Diqqətlə analiz eləmək lazımdır bu məsələni. Aha, indi yenə siyahıya birbaşa müraciət edir. Gəlirəm, siyahıma birbaşa müraciət edirəm. Deyirəm ki, olsun 126. Deyir ki, gəlib burada, indi biz nə etmək lazımdır? MM i-ni axtarmaq lazımdır buradan. M
Ümumiyyətlə 126 mod 3 bərabərdirsə 0-a. Birinci bu şərti yoxlayıram. 126 mod 3 bərabərdirmi 0-a? Bəli, bu ədəd 3-ə bölünəndə qalıqda 0 eləyir. Ona görə də bunu icra eləyəcəm. Gəlirəm M126-nı burada axtarıram. Yəni işimi həll edirəm. Deməli, nə edirəm? 126 mod 10 eləyəndə 6 eləyir. 126 böl 100 eləyəndə 1 eləyir. Bu eləyəcək 7. 7 mod 2 bərabərdirmi 0-a? Xeyr. Burada əhd dediyi bir dənə səhvdirsə, bir dənəsi falsudsa heç baxmıram, aşağı düşmürəm. 7 minus 1. 6-nı bura qaytarıram. 6-nı bura qaytarıram. Nə qədər olur? Üz üstə 7 minus 1. Yəni, niyə görə 7 minus 1? Çünki mənim numum 7-dir. Burada da 7 minus 1 bura qayıtmış olacaq. 126 artıq 6-ya bərabərdir. Burada da B nöqtə atdım. B siyahısına əlavə elə. I-dən, yəni 126-dan buradan aldığın dəyəri. M126 6. Bu da nə alacaq? 120. Fikir verin, burada 120 olacaq. Tək cavab budur. Deməli, nə edirik? İlk öncə ədədin 3-ə bölünüb, əgər ədəd 3-ə bölünürsə, o zaman gəlib bu alt proqramdan ədədin ilk rəqəmi ilə son rəqəmini cəmləyirəm. İlk rəqəmi ilə son rəqəmi ondan böyük və cütdürsə, ədədin həmin cəmi qaytarır. Əks halda həmin cəmin bir vahid fərqini qaytarır. Sonra da ədəddən onun buradan aldığımız, funksiyadan aldığımız dəyəri çıxıb siyahıya əlavə edirik. Burada da yalnız və yalnız 943 və 126 mənim işimə yarayır. Belə yoldaşlar, düşünürəm ki, bu video hər biriniz üçün faydalı və uğurlu olacaq. İmtahanda sizə bol-bol uğurlar arzu edirəm.